Sabahın xeyir Azərbaycan. Erkən evliliklərin qarşısını necə ala bilərik? Bu sualla Bakı sakinlərinə yaxınlaşacağıq. Təhsillə Düşünürsünüz ki, yəni təhsil alsalar daha yaxşı olar, nəinki evlənmək? eləncə. Valideynlərdən asılıdır maliyyə gəlir ki, oxumağa yönəltməlidir, uşaqların məşğələləri yönəltməlidir ki, uşağın başı ilə şeylərə qarışır. Mən bir vətəndaşım buna çox mənfi baxıram. Yəni xarici ölkələrdə 30 yaşından sonra bu inkişaf edir, amma elmi tədqiqat institutu bunu araşdırmışdı. Nə qədər erkən olsa, gələcəkdə bir o qədər kütləyin yəni cəmiyyət yetişdirirlər. Bunu hər bir cəmiyyət daha çox bu nədir, elmi kitabları, müxtəlif kitablar oxuyub bunun fərqini bilməlidir. Düzdür, mən həmişə bu işləri mənfi baxıram. Ümumilikdə bunun qarşısı alınmalıdır, buna və daha ciddi tədbir görülməlidir. Cavan qızlarımız var ki, heç necə deyirlər, erkən gediblər. 18 yaşında, 19 yaşında, 20 yaşında, 17 yaşında gedənlər də var. Gedirlər də ailələrinin qədrini bilib oturanlar da var. Heç boşanma söhbəti yoxdur. Şəxsən mənim qızım 16 yaşında ailə qurub. 20 ildir ailəlidir. Oğlu universitetə qəbul olub, qızı da ki, hələ 9-da oxuyacaq inşallah. Yəni, hələ ki, şükürlər olsun ki, peşman deyiləm. O biri qızım ali savadlıdır, onu da vermişəm. Yəni, ondan da peşman deyiləm. Aralarında heç bir fərq görmürəm. Nə barədən? Biri ali savadlıdır, birinin ali savadı yoxdur. Amma eyni ilə, yəni... Üzrüsə, bəs 16 yaşında necə nigaha girə bilərdi? Bizdə axı qanunla yəni bu yol verilməzdi. Nigaha girməyib də, yəni ki, gəlin köçüb, üstündən 1-2 ay keçib, zaksa giriblər. Bax, belə bir şey. Erkən nikahların qarşısını almaq ancaq valideynlər eləyir də. Ancaq analar eləyir. Əsas da analardır. Bu ancaq anaların öhdəsinə düşür. Bir hüquqşünas kimi demək istəyirəm ki, erkən nigaha şəxsi erkən nigaha daxil olmağı məcbur etmək ümumiyyətlə həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutan bir əməldir. Eyni zamanda erkən nikahların baş tutması ölkəmizdə bilirsiniz qanunvericilik buna icazə vermir, ancaq bəzən regionlarda daha çox buna rast gəlir ki, bu da bir çox sosial və psixoloji problemlərin yaranmasına gətirib çıxarır ki, boşanmaların düşünürəm ki, əksəriyyətin səbəbi erkən nigaha daxil olmalardan qaynaqlanan səbəblər də var. Çünki şəxsin yetkin yaşına çatmadan, yəni şəxsin öz gələcəyi, taleyi ilə bağlı qərar verməyi bu doğru bir addım deyil və düşünmürəm ki, yaxşı nəticəyə gətirib səbəb ola bilər. Eyni zamanda qarşısına alınması üçün çox ciddi şəkildə maarifləndirmə tədbirləri aparılmalıdır. Həm məktəblərdə, həm ailə daxilində bu tədbirlər aparılmalıdır. Bu maarifləndirici məlumatlar verilməlidir ki, az yaşlı qızlarımız və yaxud ən çox bu qızlarla baş verir, bilirsiniz ki, yəni az yaşlı qızları daha çox təhsilə meylləndirmək lazımdır, daha çox təhsildən yayılmasının qarşısını almaq lazımdır. Məktəblərdə maarifləndirmə tədbirləri aparmaq lazımdır. Eyni zamanda uşaqlarla bağlı qaynar xətlər yaradılıbdır. Daxili İşlər Nazirliyinin qaynar xətləri var. Bu qaynar xətlərə əgər belə bir hal baş verirsə, uşaqların özləri tərəfindən məlumat verilməsinin əlçatanlığı təmin olunmalıdır.